Həmkarlar. İndi çoxalma formaları ontogenez testinin izahına baxırıq. Hansı termin yumurta hüceyrə və spermatozoidlərin birgə göstəricisidir? Hər ikisi qametdir. Timsah yumurtasında bilavasitə parçalanmaya məruz qalır. Rüşeym diski. Biz bilirik ki, bunlarda yumurta sarısı çox olduğu üçün bölünmə qeyri-tam gedir və rüşeym diski ilə birlikdə parçalanır. Dəvəquşu yumurtasında bilavasitə parçalanmağa məruz qalır yenə rüşeym diski. Çünki yumurta sarısı çoxdur. Heyvanların cinsiyyət sistemi orqanları hansı rüşeym təbəqəsindən əmələ gəlir? Bilirsiniz ki, mezodermadan. Ontogenezdə heyvanların postembriyonal inkişafının neçə növü var? Postembriyonal inkişafının neçə növü var ontogenezdə? Deyəsiniz ki, 2 növü var. Blastula bilavasitə təşkil olunub. Blastula blastomerlərdən təşkil olunub. Yəni blastomerlər toplusu blastulanı əmələ gətirir. Düzünə postembriyonal inkişaf müşahidə olunur. Burada var hörümçəkdə. İnsan ontogenezi nəticələnir. İnsan ontogenez nə deməkdir? Doğulandan, yəni embrional dövr, bir də postembriyonal dövr və ontogenez nə ilə bitir? Ölümlə bitir. Əlverişli şəraitdə prokaryot orqanizm ontogenezi nəticələnir. Yəni bakteriyalar bölünmə yolu ilə. Yəni bölünmə yolu ilə ontogenezi nəticələnir. Cinsi çoxalma zamanı irsiyyətin maddi əsası harada yerləşir? İrsiyyətin maddi əsası cinsiyyət hüceyrələrində yerləşəcək. Yəni həm anada, həm atada. Bitkilərin yarpaq çilikləri ilə vegetativ çoxalması zamanı onun yarpaqlarında hansı tumurcuq əmələ gəlir? Əlavə tumurcuq. Xromosomun ilkin gərilməsi necə adlanır? İlk gərilməsi sentromer adlanır. Partogenez baş verə bilər. Partogenez baş verə bilər. Buradan baxırsınız ki, mənənələrdə partogenez baş verə bilər. İnkişafı partogenez yolla baş verə bilər. Əlbəttə ki, erkək bal arısı ilə mənənədə. Toxumluğun yetişmə zonasının mərhələsinin sonunda bir ilkin cinsiyyət hüceyrəsindən neçə hüceyrə və neçə qamet əmələ gəlir? Yəni ilkin cinsiyyət hüceyrəsindən diqqətli olun. Yetişmə zonasından neçə hüceyrə? Sən bilirsən ki, yetişmə zonasına bir hüceyrə daxil olur toxumluqda və 4 dənəsi əmələ gəlir. 4 hüceyrə əmələ gəlir. Əmələ gəlmiş hüceyrənin də 4-ü də qametə çevrilir. Yəni 4-ün 4-ə. Yumurtalığın yetişmə zonasının mərhələsinin sonunda bir ilkin cinsiyyət hüceyrəsindən neçə hüceyrə, neçə qamət? Burada da bir dənə hüceyrə girəndə sonda 4 hüceyrə əmələ gəlir. Bunun biri qametə çevrilir, 3-ü yönəlci cisimciyə. Çoxhüceyrəli orqanizm ziqotdan başlayaraq bioloji ölümə qədər keçirdiyi inkişaf dövrü ontogenez adlanır. Öz-özünə tozlanan heksaploid alten bitkisinin maylanmadan bilavasitə sonra rüşeym kisəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmi neçəyə bərabərdir? Bu öz-özünə tozlanır. Deməli, bunun mərkəzi hüceyrəsi 6N'dir. Yumurta hüceyrəsi də burada gəlir 3N'dir. 6-nın yarısı. Və bura deyir ki, 2 sperm daxil olub. 2 dənə sperm gəlir daxil olur. Bu da 3N'dir. Bu da 3N'dir. Rüşeym kisəsində olan hüceyrələrin ümumi xromosom sayını soruşur. Rüşeym kisəsində Pilusa deyir ki, mayalanmadan bilavasitə sonra mayalanma baş verib. Mayalanma baş veribsə 6N-lə, yəni mərkəzi hüceyrə ilə spermatozoidin biri birləşir, 9N əmələ gətirir endospermi. 3N-dən 3N, yəni yumurta hüceyrə ilə spermatozoid birləşir, əmələ gətirir zigotu. 6N olur mənim zigotum. Və burada aşağıda 3 hüceyrəm qalır, yuxarıda 2 hüceyrəm. 3-ün üzərinə 2, 5. 5 dənə hüceyrəmdə 3N xromosom dəstinə malikdir, yəni 15N. İndi bunu toplayın. 15N'in üstünə gəlirsən 6N, eləyir 21N, 21N'in də üstünə 9N, eləyir 30N. Bu 15-i bilirsiniz hardan aldım. Bu yuxarıda 3 dənə hüceyrə var idi, aşağıda da 3 dənə hüceyrə var idi. Hamısı da 3N-ə bərabər olacaq, yəni mərkəzi hüceyrənin yarısı. Bunun da yuxarıdakının biri yumurta hüceyrədir, mayalandırdım. Yerdə qalan ikisi, bir də aşağıda olan 3 dənəsi. Eləyir 5, onu da çevirəndə 15N xromosom dəstinə malik olur. Deməli, burada cavab oldu 30N. Postembriyonal inkişafı dolayı yolla baş verən
Burada baxın, hörümçəkdir, qartaldır, kərtənkələdir, timsahdır, düzünə yolla inkişafdır. Parabüzən dolay yolu özü tam yolla çoxalır. Yetişmə zonasının mərhələsinin sonunda əmələ gələn yetişmiş yumurta hüceyrədə cəmi 8 cinsiyyət xromosomu olmuşdur. Bu halda orqanizmin yumurtalığının yetişmə zonasına neçə hüceyrə daxil olub? Nətər deyir? Yetişmə zonasının sonunda əmələ gələn yetişmiş yumurta hüceyrədə cəmi 8 cinsiyyət xromosomu olub. Bu halda deməli 8 cinsiyyət xromosomu olubsa, deyir bu halda orqanizmin yumurtalığının yetişmə zonasına neçə hüceyrə daxil olub? Siz də bilirsiniz ki, bir dənə hüceyrə daxil olanda burada əmələ gəlir bir qamet. Yəni o da cinsiyyət xromosomuna malik olur. 8 dənə cinsiyyət xromosomu neçə hüceyrədən əmələ gələcək? Elə 8 hüceyrədən. Deməli oldu B. İndi burada deyir, yetişmə zonasının mərhələsinin sonunda əmələ gələn spermatozoidlərdə 64 cinsiyyət xromosomu olub. İndi bir dənə hüceyrə toxumluğa daxil olanda 4 dənə spermatozoidim əmələ gəlir, yəni 4 cinsiyyət hüceyrəsi. Bəs 64 cinsiyyət hüceyrəsi neçəsindən əmələ gələcək ki? 64-ü böləcəksən 4-ü, eləyəcək 16. Bitkinin hansı hissəsindən adətən çilik kimi istifadə olunmur? Gövdədir, kökdür, zoğdur, yarpaqdır olunur, çiçəyindən olunmur. Əksər hallarda bitkinin hansı hissəsi çilik kimi istifadə olunur? Zoğu. Ziqotun birinci bölünməsi başa çatır, əlbəttə ki, blastomerlərin əmələ gəlməsi ilə. Yalnız dolayı postembriyonal inkişaf mərhələsi keçirən heyvanları göstərin. Yalnız dolayı. Yəni, dolayı da özü bölünür. Tam, bir də qeyri-tama. Məsələn, qurbağa, may böcəyi, öküz solteri, qaraciyər sorçu bu dolayıdır. Gürzə, qurbağa, soxulcan, meymun, bayquş. Buradan meymunu çıxıram. Buradan pişiyi çıxıram. Milçək, qurbağa, göyərcin, soxulcan, qaraciyər sorçusu. Buradan göyərçini çıxacam. Zəli, qaraciyər, buradan da pişiyi çıxacam. Qaldı elə variantı. Təkamül prosesində heyvanların rüşeym təbəqələrinin əmələ gəlmə ardıcıllığını göstərin. Ektoderma, endoderma, mezoderma. Ektodermadan başlanğıcını ala bilər. Sinir toxuması. Formalaşmasında endoderma iştirak etmir. Dərinin formalaşmasında endoderma iştirak etmir. Heyvanların mayalanmış yumurta hüceyrə parçalanmaya məruz qalarkən enerjisini hardan alır? Yumurta hüceyrədə olan yumurta sarısından, ehtiyat qida maddəsi olan yumurta sarısından. Qametlər əksər hallarda bədən hüceyrələrindən fərqlənir. Bədən hüceyrələri diploiddir, qamet haploiddir. Haploid xromosom olmasına görə. Heyvanlarda cinsiyyət vəzilərində neçə zona ayırd edilir? 3 zona ayırd edilir. Çoxalma, böyümə, bir də yetişmə zonası. Deməli oldu burada da B variantı. Çiçəkli bitkilərdə triploid endosperim, çiçəkli bitkilərdə həm ata bitkinin, həm ana bitkinin xüsusiyyətini daşıyır. Yalnız ana səhvdir, ancaq ata səhvdir. Rüşeym olub özündə ata, rüşeym deyil. Ehtiyat qida maddəsi olub özündə həm ata, həm ana orqanizmi xüsusiyyətini daşıyır, doğrudur. Əksər heyvanların yumurtasında çoxlu miqdarda yumurta sarısına malikdirsə, onda yumurta rüşeym diski ilə bir yerdə bölünəcək. B variantı. Qeyd edilənlərdən hansı səhvdir? Gəlin baxaq. Ziqotun sonrakı inkişafı parçalanma ilə müşahidə olunur, doğrudur. Ziqot çox hüceyrəlidir, yanlışdır. Ziqot bir hüceyrəlidir. Vegetativ çoxalma hüceyrənin bölünməsi hesabına gedir, doğrudur. Bitkilərdə cinsi və qeyri-cinsi yolla çoxalma var, doğrudur. Heyvanlarda mayalanmış yumurta hüceyrə tam parçalanmağa məruz qalır. Tam parçalanma neştərçələrdir, ali məməllərdir. Bir də neştərçə dərsi tikanlılardır. İndi burada da neştərçə, plasentalı, bir də kisəli məməllər. Çiçəkli bitkilərdə spermlərdən birinin mərkəzi hüceyrə ilə birləşməsindən nə əmələ gəlir? Endosperm. Triploid endosperm əmələ gəlir. Qeyri-cinsi çoxalmada adətən bir valideyn fərd iştirak edərək ya bölünür, ya tumurcuqlanır, ya da spor əmələ gətirir, doğru variantdır. Diploid örtülü toxumlu bitkilərin rüşeym kisəsində mayalanma nəticəsində neçə diploid hüceyrə əmələ gəlir? Diploid isə bunun qametlərinə haploid düşür. Mərkəzi hüceyrədə elə olur diploid. Yumurta hüceyrə ilə spermatozoid birləşir, əmələ gətirir ziqot bir dənə.
Diploid çiçəkli bitkilərdə maylanma prosesindən bilavasitə neçə haploid cinsi hüceyrə iştirak edir. Bu diploid isə mərkəzi diploid ikən. Yumurta hüceyrəsi endi, gələn spermlərdə endi. 2 sperm, bir dənə də yumurta hüceyrə. 3 dənə haploid dəsti, bir dənə də diploid mərkəzi hüceyrə. Ektodermadan əmələ gəlir. Burada elə verilib dərinin epitelisi. Epitelisi endodermadan əmələ gəlib. Ağciyər və bağırsağın. Buradan dərini çıxıram. Bu qan damarları mezodermadır. Buradan da dərini çıxıram. Zigotun ilk 3 il ilk bölünməsi nəticəsində neçə blastomer əmələ gələr? Bir dəfə uzunluğuna bölünür 2-si, bir dəfə uzunluğuna bölünür 4-ü, bir dəfə eninə bölünür 8-i. Y variantı. 2 dəfə dalbadal uzunluğuna bölünəcək, sonra uzunluğuna eninə bir-birini əvəz edir. 3 rüşeyin vərəqindən hansı üzvlər öz başlanğıcını götürür? Ektodermadan dəri örtüyü, endoderma qan damar verib səhvdir. Ektodermadan iskelet sistemi, hiss orqanları, ağciyər səhvdir. Ektoderma dəri törəmələri, onun törəmələri, bütün sinir sistemi, endoderma bağırsaq epitelisi, əzələ qan damar sistemi səhvdir. Baxaq indi bura. Ektodermadan skelet, əzələlər, bütün sinir sistemi, endoderma bağırsaq, dəri örtüyü burada səhvdir. Baxın, ektodermadan dəri örtüyü və onun törəmələri, hiss üzvlərinin başlanğıcı, bütün sinir sistemi. Endodermadan bağırsaq epitelisi, həzm vəzisi, ağciyərlər. Mezodermadan skelet əzələləri, qan damarları, böyrək, cinsiyyət vəzləri. Doğrudur, Y variantı. İnsanın ontogenezində ən gec əmələ gəlir cinsi yetişkənlik dövründə qamit. Bunu çox vaxt səhv götürürlər. Qamit insan cinsi yetişkənliyə çatdıqda əmələ gəlir. Spermatozoidin ontogenezi qurtarır mayalanma baş verəndə. Somatik hüceyrənin nüvəsində olan cinsi xromosomların sayı qametdə olan cinsi xromosom sayına bərabərdir. Cüvələrdir, çünki 2 sıfırdır. Xromosom dəsti tetraploid 4 olan çiçəkli bitkinin rüşeym kisəsində yumurta hüceyrənin və mərkəzi hüceyrənin xromosom dəstlərinin cəmi neçəyə bərabərdir? Bu tetraploid bitkidir. Tutalım, mərkəzi hüceyrəsi 4 endi. Yumurta hüceyrədə bunun yarısı düşəcək 2. 4-ün üstünə 2, bu da eləyir 6. Bir hüceyrəli orqanizmin ontogenezinə uyğun gəlir interfaziya. Bir hüceyrələrlə interfaziya mərhələsində qalırlar. Qeyri-cinsi çoxalma zamanı yeni nəsil bir hüceyrəli sporlardan və ya çox hüceyrəli törəmələrdən başlanğıc götürür. Cinsi çoxalmada isə mayalanma nəticəsində əmələ gəlir. Tozcuq borusu çiçəkdə hansı hissəyə daxil olur? Yumurtacığa. Diqqətli olun, yumurtalıq yox, yumurtacığa. Əksər bitkidə mayalanma getməzsə nə əmələ gəlməz? Toxum əmələ gəlməz. Yalnız qeyri-cinsi yolla çoxalan heyvan orqanizmdə baş vermir meyoz bölünmə. Həzm kanalı, sidik kisəsi və nəfəs borusunu örtən epitelin rüşeymi hansı təbəqədən əmələ gəlir? Endoderma qatından. Hansı orqanların epitelimsi elə qan və limfa mezodermadan əmələ gəlir? Orqanların hansının epiteli toxuması endoderma qatından iştirak eləyir? Dəri ektodermadır, limfa mezodermadır. Limfa mezodermadır, dəri ektodermadır. Ağciyər və sidik kisəsi endodermadır. 128 blastomerdən çox hüceyrəli rüşeymin əmələ gəlməsi zamanı parçalanma mərhələsinə müvafiq olaraq neçə uzunluğuna, neçə eninə bölünmə baş vermişdir? Baxın, bir dənə bölünür, bir dəfə uzunluğuna 2-si, bir dəfə də uzunluğuna 4-ü. Sonra eninə 8-i, sonra uzunluğuna 16-sı, sonra eninə 32-si, sonra uzunluğuna 64-ü, bu da uzunluğuna, eninə 128. Aha. İndi 1, 2, 3, 4. 4 dənə burada əmələ gəlib, 4 dənə. Uzunluğuna 1, 2, 3. 3 dənə də eninə. 4 uzunluğuna 3 eninə oldu. Hansı variant oldu? A variantı. İndi 64 blastomer. Yenə buradan bölürəm. 1-i uzunluğuna bölünür 2, 2 də uzunluğuna bölünür 4. 4 eninə 8, 8 uzunluğuna 16, 16 eninə 32, 32 uzunluğuna 64. İndi deyir ki, müvafiq neçə uzunluğa? 1, 2, 3, 3, 4 dənə yenə uzunluğa bölünmə əmələ gəlir. 1, 2, 2 dənə də eninə bölünmə. Bunun da fərqi burada odur. D variantı. Öz-özünə tozlanan tetraploid çiçəkli bitkinin endosperm hüceyrələri hansı xromosom dəstinə malik olur? Tetraploiddir.
Deməli, bunun mərkəzi hüceyrəsi 4N-dir. Yumurta hüceyrəsi 2N-dir. Gəlib bura daxil olan spermlər də 2N-dir. 2N-lə 4N-də birləşir, əmələ gətirir endospermi. Çünki öz-özünə tozlanır. Bu deyilir 6N. İndi burada baxaq. Endosperm hüceyrəsini tapdıq ki, 6N-dir. Burada nə deyir? Diploid bitkinin tetraploid bitki tozcuğu ilə tozlanmasından. Bu diploiddir. Mərkəzi hüceyrəsi 2N-dir. Tetraploid də 4N-dir. Spermə yarı-yarı düşəcək. 2N, 2N. Gəlir 2N-lə mərkəzi hüceyrə ilə sperm birləşir. 4N-li endosperm əmələ gətirir. Xromosom dəsti 4N olan çiçəkli bitkinin spermlərinin xromosom dəsti 2 dənə sperm var. Bu 4N-in yarışı düşür. 2N, 2N. Spermlər dediyi üçün cəm götürəsiz. Elə 4N-ə bərabərdir. Daha sonra 61. Xromosom dəsti heksaploid olan çiçəkli bitkinin tozcuğundakı spermlərin xromosom dəsti nəyə bərabərdir? 6N-dir. Bir spermə 3N düşür, digər spermə də 3N düşür. İkisini bir yerdə soruşur deyə 6N götürəcəksən cəmi. Öz-özünə tozlanan tetraploid 4N bitkinin maylanmasından bilavasitə sonra rüşeym kisəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmini tap. Bu mənim rüşeym kisəmdir. Bunun mərkəzi 4N-dir. Burada var 1, 2, 3, 4, 5, 6. Bunların hamısı da 4N-in yarısıdır, 2N. İndi bunun biri çevrilir yumurta hüceyrəyə. Bu da elə 2N-dir. Gəlir sperm daxil olur içəri. 4N, 2N-in yarısı. Biri gedib yumurta hüceyrəni mayalandıracaq. Biri də gəlir mərkəzi hüceyrəni. Mərkəzi hüceyrəni mayalandırır olur 6N. Yumurta hüceyrəni mayalandırır olur 4N. Və burada 1, 2, 3, 4, 5. 5-i də vurursuz 2-yə, bu deyilir 10N. 10 üstünə 6, 16, 16-nın üstünə 4, 20. Deməli, burada nə qədər var? 20 hüceyrə var. Amma sizdən nəyi soruşur? Rüşeym hüceyrəsində endosperm hüceyrəsinin xromosom dəstini. Burada 20-ni tapdım o heç. İndi burada deyir ki, öz-özünə tozlanan tetraploid 4N bitki toxumundakı rüşeym hüceyrəsində və endosperm hüceyrəsinin xromosom dəsti. Yenə çəkirsən. Mərkəzi hüceyrə 4N-dir. 2 dənə sperm gəlir, bunun yarısı 2N. Burada olan yumurta hüceyrəm də 2N-dir. 4-ün üstünə 2, 6N. 2-nin üstünə 2, 4N. 6-nın üstünə 4, 10N. Oldu C variantı. İndi 64. Öz-özünə tozlanan heksaploid bitkinin öz-özünə tozlanır. Bax, bunun mərkəzi 6N-dir. Yuxarı yumurta hüceyrəsinə də 3N düşür. Gələn spermatozoidlərə də 3N düşür. İndi deyir ki, rüşeymin bir də endospermin. Bu gəlir biri mərkəzi hüceyrəni, yumurta hüceyrəni mayalandırır. 3, 3, 6N əmələ gətirir rüşeymi. Biri də gəlir mərkəzi hüceyrəni paylandırır. 9N, 6, 3 əmələ gətirir endospermi. Cəmi deyilir 15N. İnanıram ki, başa düşdük. Hansı çiçəkli bitkilərin dişiciyində baş verə bilər? Çiçəkli bitkinin mitoz da ola bilər, meyoz da. Tozcuq borusunun əmələ gəlməsi də mayalanmada. Hamı dişicikdə olacaq. Hansı çiçəkli bitkinin erkəkciyində baş verər? Mitozla meyoz. Çünki tozcuq borusunun əmələ gəlməsi də mayalanmadır, dişi bitkidə gedir. Sxemdə 1 və 2 oxları hansı bölünmə tipləri göstərilmişdir? Zigotdur, bölünür, əmələ gətirir blastomerləri. Yəni, burada zigotda mitoz yolla bölünür. Hər ikisi mitoz. Sxemdə 1 və 2 oxları hansı proseslər göstərilmişdir? 1 və 2 oxlarında. Bax, spermatozoidlə yumurta hüceyrə mayalanır. Bir mayalanmadır, zigot əmələ gətirir. Zigotda mitoz yolla bölünür. Yəni, burada nə oldu? 68-də mayalanma və mitoz B variantı. İlanın yönəlci cisimciyinin xromosom sayı 7-dir. Bu orqanizmin ilkin cinsiyyət hüceyrəsinin meyozunun ikinci bölünməsinin anafaza mərhələsində. İkinci bölünmənin anafaza mərhələsi 2N 2C'dir. Gətir qoy yerinə. 2-ni 7-yə vursan 14, 14 xromosom, 14 xromatid. İndi bunu yazaq ki, bunu çəkəcəyik. Rüşeym kisəsində aşağıda göstərilən iki qat mayalanma prosesləri zamanı əmələ gələn endosperm xromosom dəstinin zigotun xromosom dəstinə nisbəti. Məsələn, 2-2-dirsə, elə bu bayaq saydığımız kimi 3-2-yə nisbət olacaq. Çünki zigotun endospermə. Daha sonra burada nə verir? 4N, 4N verir. Burada əksinə olacaq 2-nin 3-ə, 6-yə, 6-yə, bu da yenə 3-ün 2-yə.
Bu belə də yaza bilərsiniz. Baxın, yazılma qaydasını deyim. Məsələn, burada mərkəzi hüceyrəm 2-dir. Sperma düşür bunun yarısı n. Sizdən də nəyi soruşur? Burada yumurta hüceyrəmdir. Birindən izah eləməyin. N ilə n birləşir, əmələ gətirir zigotu. Zigot olur burada 2. N ilə n 2 birləşir, əmələ gətirir endospermi 3. Səndən də endospermin zigota nisbətini soruşur üçün 2-yə. Və bunu bir dəfə də bu 4 ilə yaz. Məsələn, mərkəzi hüceyrəm 4-dir. Yerdə qalanlara 4-nin yarısı düşür. 2 yumurta hüceyrəmdir. Sperm də 2-dir. 4-ün üstünə 2 eləyir 6. 2-nin üstünə 2 4. Bu da ixtisar gedir, düşür üçün 2-yə nisbəti. Yəni bu formada yazaraq davam edə bilərsiniz. İndi burada yenə bu da onun kimidir. Endosperm indi əksinə soruşur. Eyni variantları yaza-yaza gedəsiniz. Tetroploid çiçəkli bitki tetroploid çiçəkli bitkinin öz-özünə tozlanması zamanı endosperm hüceyrəsinin xromosom dəstini Y qəbul etsək, endosperm 3-dir. Bunun qarşısındakı 3-ə bölməklə sən haploid spermin xromosom dəstini tapa bilərsən. Yəni Y 3-ə bölməklə. İndi burada deyir tetraploid çiçəkli bitkinin endosperm mərkəzi hüceyrə. Elə bilirsən ki, endosperm yenə 3-dür. Səndən nəyi soruşur? Düşeyim kisəsindəki mərkəzi hüceyrə. Mərkəzi hüceyrəni də bilirsən ki, mərkəzi hüceyrədə 2-dir. Amma tetraploid 4-in bitkidir. Sən ümumilikcə endosperm hüceyrəsində Y qəbul edib. Məsələn, bunu 3Y qoysam, sırf Y-i tapmaq üçün Y-i bölürəm 3-ə. Bunu bildik. Və mərkəzi hüceyrəndə xromosom dəsti olduğu üçün, 2-in olduğu üçün cəm vururam 2-yə və sayını tapıram. İndi 74-ə baxırıq. Heksaploid dəstli 6-in, məsələn, bunun mərkəzi hüceyrəsi 6-indir. Öz-özünə tozlanan bitkidə 2 qat mayalanma prosesində bilavasitə iştirak edən hüceyrələrini diqqətli olun. Yumurta hüceyrəsinə düşür üçün 6-in gəlir bunun spermlərinə də düşür üçün. İştirak edən 6 ilə 3-in birləşir, əmələ gətirir 9-in endospermi. Bu 3 də gəlir, biri də yumurta hüceyrəni mayalandırır 6-in. 9-un üstünə də 6, bu da eləyir 15-in. Y variantı. İndi burada yenə xromosom dəsti verib, amma burada necə verib? 4-in verib. Yenə mərkəzi hüceyrə 4-indir. Yumurta hüceyriyə 2-in düşür. Gələn mənim zigotuma, spermatozoidimə də 2-in düşür. İştirak edən 2-nin biri 2-ilə birləşir, eləyir 4-in. 2-nin 2-ilə birləşir, eləyir 6-in. Bunu da cəmi eləyir 10-in. İndi digərini oxuyuruq. Bir dənə buna baxım çəkir. Diploid xromosom dəstinə malik olan çiçəkli bitkidə öz-özünə tozlanan bitkilərin şüyem kisəsində 2 qat mayalanmada bilavasitə iştirak etməyən bu mayalanma nəticəsində yaranan hüceyrələrin xromosom dəstinin cəmi. Bax, bu mənim diploid orqanizmimdir. Mərkəzi hüceyrəm 2-dir. Yuxarıda mənim 1, 2, 3, 4, 5 dənə hüceyrəm var. Aha, bunu bildik. İndi mənə deyir ki, 5 dənə hüceyrə var. 3-ü də aşağıda qalır da, 6 dənə hüceyrə. Aha. İndi deyir ki, mayalanma zamanı Lüşem kisəsində 2 qat mayalamada iştirak edən. Gətirib burada 2 dənə də sperm qoyacam. Bir en sperm, bir en sperm. Qoyduğumuz spermlərimi. İndi iştirak edənə baxıram. İştirak edən neçədən olur? 1-2 dənə sperm. Bildik ki, iştirak edən olur və sizdən nəyə soruşur? Bilavasitə iştirak edən xromosom sayı. 2 budur. Bir dənə yumurta hüceyrə iştirak edir. Bir də en. Bir dənə də mərkəzi hüceyrə iştirak edir 2-in. 2-in üstünə 2-in, 4-in, 5-in. Deməli 5 dənə hüceyrə mayalanmada iştirak edir. İndi iştirak etməyən. Bunun biri yumurta hüceyrə idi də. Aşağıdan 3-ü, yuxarıdan 2-si. Cəmi 5 dənə də 5-ində iştirak etmir. Daha sonra iştirak edib mayalanmada əmələ gələn. Yumurta hüceyrə ilə spermatozoid birləşir, əmələ gətirir 2-in. Mərkəzi hüceyrə ilə spermatozoid birləşir, əmələ gətirir 2-in. Bunu da cəmi eləyir 5. Deməli 5, 5, 5 davam edəcəksiniz. Eləyir A variantı. Poliploid forma 4-in. Yumurta hüceyrə 2-in. Səndən zigot soruşur. Endospermi də verib 6-in. İndi bunu buradan çəkirəm. Mənim yuxarıdakı yumurta hüceyrəm 2-indirsə, mərkəzi hüceyrəm 4-indir. Deməli, bura gələn spermatozoidlərim də 2-indir də, mənim 2-in, 2-in. İndi nəyi soruşur?
Zigotu soruşur. 77-də zigotu soruşur. Y2. Zigot əmələ gətirir spermdən yumurta ceylə. Birləşdirdim, elədi 4-ün. Buradan tapdım zigota 4-ün. Bunu bildim. Silim digərinə yazaq. İndi digərini deyir. Yumurta ceylə X-dir, zigot 6-dir, poliploid formada 6-dir. Sən də bilirsən ki, zigotun 6-dirsə, deməli bunu zigotu nə əmələ gətirir? Spermatozoid üstəgələ yumurta ceylə. Deməli bu 3N imiş ki, əmələ gətirib 6N. Yəni yumurta ceyram 3N'dir, mərkəzi ceyram da 6N'dir. İndi yumurta ceyram 3N'dirsə, X-ə yazacağım 3N. Mərkəzi ceyram indi 6N olmayacaq. Niyə? Çünki zigotum 6N olubmuş. Mərkəzi ceyram yox, elə 6N'dir düz deyirəm. 6N. Bura gələn spermatozoidim var. Bu da 2 dənədir. Biri 3N'dir. Gəlir yumurta ceyranı mayelandırır. Bir də 3N'dir. Gəlir mərkəzi ceyranı mayelandırır. Və əmələ gətirir mərkəzi ceyranı 9N. Deməli endospermim də burada 9N'dir. Çalışdığım qədər çəkə-çəkə izah eləmək istəyirəm ki, başa düşəsiz. İndi burada bir də çəkəcəm. İnşallah başa düşərik. Baxın, əvvəlcə 78-də bizə zigotu verib 4-ün. Sən buradan yaz ki, zigotu spermdən yumurta ceyran əmələ gətirir. Deməli 2N sperm imiş, 2N də yumurta ceyraymış. Çək xəttini. Mənim yumurta ceyram 2N olub. Buradan X-ə yazıram 2N yumurta ceyram. Zigotumda 4N olub. Gələn bu spermlərdə 2N'dir. Bunun biri mayalanır, əmələ gətirir endospermi. 4-ün üstünə 2 6N. Tapdım bunu. X 2N, Z 6N. İndi digərinə baxıram. Digərində yumurta hüceyrəni, buradan çəkəcəm. Yumurta ceyranı 3N verib, endosperm. Deməli mərkəzi hüceyram 6N imiş. Bura gələn spermlərim də 3N'dir. Burada bu mayalanır. Endosperm olur 9N, zigotda 3 3 6. Və belə gedə bilərik. Deməli X2, Y6, Z6. X2, Y6, Z6. Oldu D variantı. Əksər örtülü toxumlu bitkilərdə meyoz bölünmə harada baş verir? Meyoz bilirsiniz ki, yumurtalıqda baş verəcək və tozluqda baş verəcək B. Çoxalmanın hansı formasında yalnız bir cinsi hüceyrə iştirak edir? Partogenez, qız çoxalma deyirlər. Arılarda erkək fərdlərin inkişafı hansı yolla gedir? Partogenez yolla. Arılarda dişi fərdin inkişafı amma mayalanma yolu ilə gedir. Qeyd edilənlərdən hansı səhvdir? Zigot haploid xromosom dəstinə malikdir, səhvdir. Zigotu bir endosperm bir yumurta ceyran əmələ gətirir, bir sperm. Bu 2N xromosom dəstinə malik olur. Zigotun sonrakı inkişafı parçalanma ilə gedir, doğrudur. Zigot bir hüceyrəlidir, doğrudur. Zigotun bölünmə nəticəsində blastomer əmələ gəlir, doğrudur. Zigot mayalanma nəticəsində əmələ gəlir, doğrudur. Deməli, yanlış oldu A variantı. Mezoderma mənşəli deyil, dişi mina qatı ektoderma mənşəlidir. Ektoderma mənşəli deyil, xorda, dərinin epitelisti, peyk hüceyrəsidir, sinir toxuması, dişi mina qatı, bunlar hamısı ektoderma mənşəlidir. İrsi əlamətlərin qametlər vasitəsilə ötürülməsi mümkün olmayan, buradan bir hüceyrəlilər tapasısan, yəni cinsi çoxalma olmayan. Məsələn, sfaqnum cinsi çoxala bilər, götürmürəm. Hidra cinsi çoxalır, götürmürəm. Sfaqnumdan laminariya nəsil növbələşməsi cinsi var. Hidrada cinsi var. Amma adəm öpdü, vərəm çöpüdür, sianoba, bunlar bakteriyadır, bölünmə yolu ilə çoxalır. Adəm öpdü qeyri-cinsi yolla çoxalır. C variantı. Düz gedirik. 86, 87. Buranı nə yazmışam mən? İrsi əlamətlərin qametlər vasitəsilə ötürülməsi mümkündür. Buradan sianobakteriyanı çıxıram. Buradan adəm öpü çıxıram. Buradan da adəm öpü, buradan da vərəm çöpü. Deməli, hidrada, çoxulcanda, planaridə. Zigotun ilk bölünməsi nəticəsində neçə blastomer əmələ gəlir? 4 dənə. Bir dənə bölünür, əmələ gətirir 2 dənə uzununa. 2 də bölünür, əmələ gətirir 4. 4 bölünür 8. 8 də bölünür 16. İndi deyir ki, 4 dəfə bölünməsi nəticəsində neçə dənə blastomer əmələyə gəlir? Elə 16 dənə də A variantı. Eyler-Weng diaqramına əsasən uyğunluğu müəyyən edin. Məsələn, qeyri-cinsi çoxalma bakteriyalar qeyri-cinsi çoxalma götürə bilərəm. X aiddir bakteriya, tutalım. Mamırda var qeyri-cinsi çoxalma, hidrada da var. İndi baxaq Y-ə.
Hər ikisi ola bilər. Məsələn, hidrada burada hər ikisində olur. Cinsi çoxalmada amfibidə. Deməli elə oldu C variantı. Əgər qadın 5 eyni yumurta əkizi doğulmuşdursa, bu yumurta hüceyrənin mayalanmasında neçə spermatozoid iştirak edəcək? Əlbəttə ki, bir dənə. Çünki eyni yumurta əkizidir, bir ziqotdan əmələ gəlir. Bir ziqotu da bir dənə yumurta hüceyrə bir dənə spermatozoid mayalandırır. İndi müxtəlif yumurta əkizi deyirsə, artıq elə müxtəlif yumurta hüceyrələrdən, müxtəlif spermatozoidlərdən istifadə olunur. Elə sayı qədər 5 dənə. Örtülü toxumlu bitkilərin şem kisəsində olan haploid hüceyrələrin nüvələrinin ikisinin birləşməsinə qədər hələ birləşməyib də, 4-ü yuxarıda olacaq, 4-ü də aşağıda olacaq. Hələ mərkəzi hüceyrə birləşməyib. Deməli 8 dənə. İndi deyir ki, diploid örtülü toxumlu bitkilərin şem kisəsində mayalanmadan bilavasitə qabaq neçə diploid xromosom olur? Bir dənə elə mərkəzi hüceyrə 2. Yerdə qalanlar haploid olurlar. Örtülü toxumlu bitkilərin şem kisəsində hüceyrə heç zaman spermi ilə birləşmir. Yuxarıda baxın, örtülü toxumlu bitkilərdə bir dənə mərkəzi hüceyrə olur, 3 dənə yuxarıya toplanır hüceyrə, 3 dənə də aşağıya. Bunun biri yumurta hüceyrədir, spermlə birləşir. Yerdə qalan 5 dənəsi spermlə heç vaxt birləşə bilmir. Ontogenezin parçalanma dövründə 2 dəfə enli istiqamətdə bölünmədən sonra əmələ gələn çox hüceyrəli rüşeym bunda neçə blastomer əmələ gəlir? Bir dəfə uzunluğa bölünür əmələ gəlir 2. Bir dəfə də uzunluğa bölünür əmələ gəlir 4. 4 bir dəfə eninə bölünür əmələ gətirir 8. 8 bir dəfə uzunluğa bölünür əmələ gətirir 16. 16 da bir dəfə eninə bölünür əmələ gətirir 32. Deməli 32 dənədir. Rüşeym dəstə hexaploid olan, yəni bunun mərkəzi hüceyrə hexaploid çiçəkli bitkinin rüşeym hissəsindəki yumurta hüceyrə bunun yarısı 3-in və mərkəzi hüceyrənin xromosom dəsti ilə 6-in özünə bərabərdir. Bu da eləyir 9-in. Çay xanısının postembriyonal inkişafının başlamasının səciyyələrindəndir. Postembriyonal inkişafın başlaması. Qabıqdan rüşeym çıxandan sonra postembriyonal inkişaf dövrü başlayır. İnsanda doğulduqdan sonra. Eyni budaq üzərində yerləşən və eyni sortları olan, lakin müxtəlif sortların tozluğu ilə tozlanmış armudlar biri-birindən nə ilə fərqlənəcək? Əlbəttə toxumuna görə. Çünki müxtəlif sortlarla tozlaşdırılıb. Yəni ana müxtəlif tozcuqlarla tozlaşdırılıb, onlarla mayalanacaq və müxtəlif toxum əmələ gələcək. İki evli bitkinin yalnız bir qisminin çiçəklərində tozcuq borusunun əmələ gəlməsini nə ilə izah etmək olar? Tozcuq borusunun əmələ gəlməsi dişicikdə gedir. Dişini tapın. Ya yumurta bir yox, tozcuq dənəsinin cücərməsi və toxumun əmələ gəlməsi yalnız dişi bitkidə getməsi ilə doğrudur. Çiçəkli bitkidə iki qat mayalanma zamanı mayalanmada bilavasitə iştirak edən hüceyrələrin xromosom cəmi 77-dir. Yumurta hüceyrənin xromosom sayı 21-dir. Spermlərin xromosom sayının cəmi nə qədər olar? Yumurta hüceyrə 21-dirsə, mərkəzi hüceyrədə yumurta hüceyrədən 2 dənə, yəni 21 42-dir. Toplayın. 2-nin üstünə 1 3, 4-ün üstünə 2 63. Mənim 63 dənə xromosomum burada oldu. 77-dən çıxasız 63-ün 4 14. 14 dənə də mənim spermlərimə düşür. İndi burada 2 qat mayalanmada yumurta hüceyrə 21-dir. İndi ata və ana bitkinin diploid xromosom dəstini sizdən soruşur. Atanı bayaq tapdım mən 14 spermi. Ana da diploid deyəndə 21 vursan 2-yə 42. Yəni çox ehtiyat yoxdur irəliyə gedəsiz. Göstərilən orqanizmlərdən hansının çoxalması zamanı yaranan nəslin fenotipi ana fərdinki ilə tam oxşar olur. Patogenez yolla çoxalanda erkək baralısı. Ziqotun parçalanması, blastomerlərin sayının artması, onların ölçülərindən asılı qrafiki. Blastomerin sayı artdıqca bunun ölçüsü azalır. D variantı. Hansı doğrudur? Toxumun meyvə yanlığının daxili divarından əmələ gəlir. Toxum rüşeymi ziqotdan inkişaf edir. Bax, bu doğru fikirdir. Toxum rüşeymi ziqotdan inkişaf edir. Hansı doğrudur? Toxum kökcüyü yumurta səhvdir. Toxumun meyvəyə daxil səhvdir. Rüşeymin mayalanmış mərkəz səhvdir. Toxum ilə səhvdir. Çərdək meyvə yanlığının tərkib hissəsi doğrudur. Birinci nəsil
yalnız dişilərdən ibarət olur. Yalnız dişi. Birinci nəsildə erkək balarısının. Birinci nəslində erkək fərdi olmur, yenə erkək balarısının, diqqətli olun. Çünki partogenez yolla çoxalır. Kələm meyvəsinin əmələ gəlməsində bilavasitə iştirak edənlərdən hansının sayı daha çoxdur? Kələm bitkisində əlbəttə ki, erkək qaməti. Ümumiyyətlə, erkəklər miqdarı maylamada daha çox olur. Çünki 2 sperm gəlir, bir yumurta hüceyrə olur, bir də mərkəzi hüceyrə. Daha sonra 109-a baxırıq. Bir dəqiqə gözləyin. Aha, 109. Turp bitkisinin meyvəsinin əmələ gəlməsində bilavasitə yenə erkək qamət. Ümumiyyətlə, bitkilərin meyvəsinin əmələ gəlməsində erkək qamət daha üstünlük təşkil edir. Öz-özünə tozlanan bitkinin bilavasitə 2 qat maylanmada iştirak edən hüceyrələrin xromosom yığımı 25-dir. 2 qat maylanmada bir dənə mərkəz hüceyrə iştirak edir 2-in, bir dənə yumurta hüceyrə iştirak edir n, bir dənə 2 dənə də spermatozoid n-in bərabərdir 25-ə. 5n bərabərdir 25, n də bərabərdir 5. Bunu bildik. İndi sənə deyir ki, yəni 5 dənə hüceyrə. Tozcuq dənəsindəki xromosomların sayı nə qədər olar? 5-i tapmışdın axı. 5 dənə spermdədir, bir spermdə. 5 dənə də digər spermdə. Cəmi eləyir 10n. İndi burada. Yenə. İndi yumurta hüceyrəni soruşur. n yumurta hüceyrədir elə 5. Mərkəzi hüceyrədə 2n'dir. Vurursan 5 eləyir 10n. Onun da üstünə 5, 15. 5'i aradan aldım, o birisində yazdım. Onu oradan bildiniz. Diploid xromosom dəstinə malik günəbaxan bitkisinin maylanmadan bilavasitə əvvəl rüşem kisəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmi 80 olub. Bu bitkidə maksimum neçə çiçəkdə tozlanma gedir və maylanmadan neçə qamət əmələ gəlir? Maylanmadan bilavasitə əvvəl mənim rüşem kisəmdə nə qədər hüceyrə olur? 4, 4, 8, sperm də daxil olubsa 10. 80-i də 10'a bölürəm 8. Deməli, bu bitkidə 8 çiçəkdə tozlanma gedəcək. Və maylanmada neçə qamət iştirak edir? Maylanmada da yumurta hüceyrə iştirak edir. Daha sonra sperm iştirak, 2 dənə də sperm iştirak edir. İndi sən 80-dən onu tapmalısan. Aha, davam edirik. Deməli, baxın, yenidən oxuyuruq bunu. Deyir, diploid xromosom dəstinə malik. Sən bilirsən ki, maylanmadan bilavasitə əvvəl yuxarıda 4 dənə hüceyrə olur, aşağıda da 4 dənə hüceyrə olur. Cəmi nə eləyir? 8. 80-i böləcəksən 8-ə, tapacaqsan çiçəyin sayını. 10 dənə çiçək var burada. Və neçə qamət iştirak edir? 10 çiçək var. Mən də bilirəm ki, burada bir dənə yumurta hüceyrədir, bir spermdir, bir də bir spermdir. 3 dənə qamətdir. 10 da vursan 30. Deyirəm axı, bunun asan yolu var idi. Deməli, oldu 112-də Y variantı. İndi 113-ə baxırıq. Kərtənkələ yumurtalığının yetişmə zonasında 16 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilib. Bir xromatidli xromosomlar çəkilib. Əmələ gələn qametlərin hamısı eyni cinsiyyət xromosomu daşıyırsa, bu zonanın sonunda neçə qamət alınmış və yönəlici simciklərdən cinsiyyət xromosomunda olduğu kimi qalmışdır. Ümumiyyətlə, kərtənkələnin yumurtalığı XY-dir. Bunu bildik kərtənkələdə. İndi deyir ki, 16 hüceyrədə qütblərə, 16 hüceyrədə qütblərə çəkilib və burada neçə qamət alınıb? Sən də bilirsən ki, bir hüceyrə girəndə 2 hüceyrəm qütblərə çəkilmə gedir. Bəs 16 hüceyrədə qütblərə çəkilirsə, nə qədərində 16-nı böləcəksən 2-yə, tapacaqsan 8-in. Bunu bildin. Burada elə tapırsan 8 dənə qamət, 8 dənə də yönəlici simcikli olduğu kimidir. Çünki 16-nın 8-i X-ə düşür, 8-i Y-ə düşür. Deməli, oldu A variantı. Ən asan yolu elədir. Bunu çıxırıq çünki yazmamısınız siz, bilmirik. Yəni hələ keçməmişik ona görə. Hansıların xromosom yığımı triploid 3n olar? Bunu gərək bir-bir yazasınız. Məsələn, heksaploid bitkinin toxum qabığı elə 6n'dir. Heksaploid bitkinin 6n'in yarısı erkək qamət düzdür 2. Öz-özünə tozlanan endosperm doğrudur 3. Tetraploid yox, öz-özünə tozlanan 2 yox.
Aşağıdakılardan hansı düzgündür? Həzm sisteminə malik heterotrof orqanizmlərin qidalanması holozoy yolla baş verir. Bu doğrudur. Partogenez qız genis doğulma adlanır. Doğrudur. Yastı qurtlar hermafrodit olur. Bu da doğrudur. Partogenez yastı qurtlarda təsadüf edilir. Səhvdir. Toxumlu bitkilərin cinsi nəsil reduksiya uğrayıb. Bu da doğrudur. Erkək və dişi qametlərin birləşməsi qametogenez adlanır. Erkək və dişi yox, mayalanma adlanır. Qametogenez qametin əmələ gəlməsidir. Arpa bitkisinin yarpaq hüceyrəsinin xromosom sayı 14-dür. Bu bitkinin çiçəyində 2 qat mayalanmada bilavasitə iştirak edən ata hüceyrələrin xromosomun sayının cəmi verilənlərdən hansının cəminə bərabərdir? 2 yəni 14 isə eni 7-dir. Elə 2 qat mayalanmada iştirak edən ata xromosom deyil 14-ə bərabər olacaq. Mərkəzi hüceyrənin xromosom sayı doğrudur, 14-dür. Çünki yarpağı 2n14-dür. Bunun eni 7 olacaq. 7-ni də mərkəzi hüceyrəni əmələ gətirmək üçün 2 hüceyrə birləşir də. 7, 7, 14. 2 qat mayalanması nəticəsində əmələ gəlmiş. Bu da səhvdir. Mayalanma yumurta hüceyrə yox 7-dir mayalanmış. Rüşeym hüceyrəsində xromosom sayına bunu götürə bilərəm doğru kimi. Deməli oldu 1, 4. İndi deyir ki, diploid 14-dür. Ata və ana indi cəmin soruşur. Yenə cəmi yenə 14-dür. Rüşeym hissəsində olan mayalanmada bilavasitə iştirak etməyən hüceyrələrin xromosom saylarının cəminə bunu götürə bilərəm. Mayalanma nəticəsində əmələ gəlmiş hüceyrənin xromosom sayının cəminə bunu da götürə bilərəm. Çünki burada ata və ana hüceyrənin xromosom saylarının cəmini soruşur. Sən də bilirsən ki, yarpaq hüceyrəsi zigotdan inkişaf eləyir. Zigot 14-dür. Və çiçəkdə mayalanmada bilavasitə iştirak edir 2 dənə ata və ana hüceyrənin xromosom dəsti. Bunları da toplayırsan, necə toplayırsan? İndi bunun eni 7 olacaq. Aha. Ata hüceyrənin xromosom sayı 2 spermdir deyə 7, 7, 14. Və burada ana hüceyrənin xromosom sayı ana hüceyrədə 7, 21. İndi bununla uyğun olanı tapırsan. Mən dediklərim də onlara bərabərdir. Somatik hüceyrəsində Y xromosomu olan orqanizmi göstərin. Somatik hüceyrəsində, bədən hüceyrəsində dişi kərtənkəliyə məxsusdur Y. Daha sonra dişi göyərçinə məxsusdur. Bir də dişi timsaha məxsusdur. Çovdar bitkisinin çiçəyində rüşeym kisəsində 2 qat mayalanmada iştirak etməyən 2 qat mayalanmada 5 dənə hüceyrə iştirak etmir. Diploidu 14, haploidu 7-dir. 5-i vursan 7, 35. 2 qat mayalanmada indi sizdən deyir, iştirak edən yenə 7, 2 dənə 7, 14 spermlərdir. Bir dənə 7 əmələ gətirir yumurta hüceyrəni, bir də 14-ümdə mərkəzi hüceyrəni. Cəmi edir yenə 35. Heksaploid 6N bitkinin mayalanmadan bilavasitə əvvəl rüşeym kisəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmi nəyə bərabərdir? Hələ ki, mayalanmadan bilavasitə əvvəli soruşur. Bu olsun 6N, yumurta hüceyrədə olsun 2N. Mayalanmadan bilavasitə əvvəl. Rüşeym kisəsində olan sperm daxil olmamışdan qabaq heksaploiddir. Yəni 6N bunun 3N. Burada 5 dənə hüceyrəm olacaq, 6 dənə hüceyrəm. Yumurta hüceyrəni də götürsən, mayalanma baş verməyib. 6-nı vursan ki 18N, üstünə də bir dənə gəlsən mərkəzi hüceyrəni 6N. Bu da eləyir 24N. İndi 4N bitkidir yenə. 5-i vurassan 4-ə, nəyi soruşur sizdən? Rüşeym kisəsində hüceyrələrin xromosom dəsti mayalanmazdan bilavasitə sperm daxil olmayıb. Yəni 6-nı vursan 4-ə, 24. Aha. İndi buradan deyir ki, tetraploid 4N bitki. Aha, 6-nı 4-ə vururuq ki. Bir dənə gözünü çəkək, çəkəndə. Mərkəzi hüceyrə 4N-dir, yerdə qalandı 2N-dir. 6-nı vuracaqsan 2-yə, üstünə də 4 gələsən bu mərkəzi hüceyrəni. Bu da eləyir 16N. 3 bir nüvəli somatik və bir yumurta hüceyrənin xromosom sayının cəmi 154-dür. Orqanizmlərdə spermatozoiddə atom xromosom sayı nə qədər olar? Somatik 2-dir. 3-ü vursan 6-ya, 2-yə 3-ü 2. 2-ni vurdun 2 elədi 6. Üstünə bir dənə də yumurta hüceyrə 1-i gəlsən 7. 154-ü bölsən 7-yə düşür 22. Alt sonda deyəndə çıxırsan 1-in eləyir 21. İndi burada da 168-i böləsən 7-yə. Çünki somatik bir yumurta hüceyrə.
6, 7. 168 də 7-yə bölünəndə nə düşür? Gəlin bölək. Aha, buradan çıxdım mən. Bir dəqiqə gözləyin. Bilimsən. 168 böl 7'ye. Düşür 24. 125'də düşdü 24. Ada dovşanın bölünən bu mitoz yolla bölünüb də. Bunun 4 eni 88'dir. Eni nə qədər olacaq? 88'i böləsən 4'ə eləyəcək 22. Atsomu soruşurdu deyə birini də çıxırsan eləyir 21. Cinsini çıxarsan. İndi 127. Deyir ada dovşanın qametində atsom, xromosom sayı 21'dir. Üstünə bir dənə də gəlsən eləyir 22. Tapdın sən burada qameti. Dəri hüceyrəsinin anafazası mitoz 4'dən 4'si. 4'ü vursan 22'yə eləyir 88. Əgər toyuqda yumurtalığın yetişmə zonasına 5 hüceyrə keçib, 5 dənə hüceyrə keçib, bunun 4'ü Y daşıyır. Yerdə qalan 1 X daşıyacaq. İndi deyir ki, cinsi xromosomu daşıyırsa, neçə yönəlci cisimcik X xromosom olar. Bir dənə X girəndə 3 dənə yönəlci cisimcik alınır. Elə bu Y, X, Y. Bunun bir dənəsi olur X yönəlci cisimcik. Bir dənə Y girəndə olur X, Y, X. İkisi olur. 4 dənə də Y kim girəndə 2-ni vurarsan 4'ə 8 və üzərinə də bu bir dənə Y, X-i gələsən eləyəcək 9. Deməli 9 dənə hüceyrəmdə X yönəlci cisimciyi daşıyır. Bəs 129'da nə deyir? Əgər toyuqda yumurtalığın yetişmə zonasına 5 hüceyrə bölünməsi nəticəsində yenə 5'dən bir dənə X-i çıxırsan, yerdə qalan 4 dənə Y olur. Bir dənə X girəndə səndən Y soruşur. Y, X, Y. 2 dənə Y kimi alınır. Elə budur. 4 dənə Y kim girəndə də yenə Y, X, Y, X. Bir dənə Y alınır. 4 dənə də 2'ni də toplayırsan eləyir 6. 131. 130 yazdıq, yazmadıq. Öz-özünə tozlanan 2 çiçəkli bitkinin bir kökü 2 endir. Bir gövdəsi bu da 2 endir. Bir yarpağı bu da 2 endir. Bir öndə spermi bu da 3 endir. Bunu toplayırsan. Başlayın toplayın, sonunda bölün 162'yə. Dayanın bir dənə toplayaq. 162'ni böləcəyik 2, 2, 4, 6, 9'a. Bu delir 18. Və səndən elə spermi soruşduğu üçün elə 18'i də götürəcəksən. İndi burada nə deyir? Yenə 180'i bölürsən bu dəfə də yenə 9'a. Bu delir 20. Zigotun parçalanması zamanı ikinci eninə bölünmədən əmələ gələn blastomerin sayı 3-cü uzunluğa böl də. 1'i bölürsən 2'yə 2, 2 eləyir 4. 4'ü bölürsən 8, 8 2'yə 16, 16 2'yə 32. Tasın burada 32'ni. Səndən nəyi soruşur? 3-cü uzunluğa bölünmə nəticəsində əmələ gələn blastomerin sayı neçə dəfə? 3-cüdə də 16'dır. 32'ni də 16'ya bölürsən 2 dəfə çoxdur. Bir fərdin bir nüvəli somatik hüceyrəsinin bölünməsinin anafaza mərhələsinin sonunda 24. 4 enim 24 isə enim nəyə bərabər olacaq? 6. Bu fərddə yönəlci cisimciklə elə endir. 6'ya da bərabərdir. Toyuğun cinsiyyət vəzilərinin yetişmə zonasının sonunda eyni cinsi xromosom daşımayan yönəlci cisimciklərdə deyir toyuğun cinsiyyət vəzilərinin yetişmə zonasının sonunda qametlərlə eyni cinsi xromosom daşımayan yönəlci cisimciklərdəki xromosom cəmi 156 olarsa, onda yetişmə zonasında neçə hüceyrə daxil olub? Baxın, siz bilirsiniz ki, qametlərdə toyuq deyirsə, eyni cinsi daşımayan 2 dənə olur. Yəni, hər zaman eyni cinsi xromosom daşımayan 2 dənə olur. Və burada da 156 verib 2 dənədirsə böləcəksən elə birbaşa 2'ni 78'i də 78'ə. 156'nı da 78'ə böləndə nə düşür? 2 düşür. Buradan tapırsan 2. İndi bu birisində nə deyir? Toyuğun cinsiyyət vəzlərinin yetişmə zonasında 152 olarsa,
eyni cinsi xromosomu daşıyanı soruşur. İndi eyni cinsi xromosom daşıyanda burada həmişə biri olur. Yəni bir dənəsi olur, bir dənə. Bunun 2 eni 78-dir. Tez enini tap. En eləyəcək 39. 152-ni də böl 39-a. Bu da eləyir 4. Yəni eyni cinsi daşımayan 2 olduğu üçün 2 dənə, yəni 2 dənə enim olduğu üçün bu eləyir 2. 2 eni 78-dir, birbaşa 78-ə böldüm. Amma eyni cinsi daşıyan bir dənə en olduğu üçün mənim də 2 enim 78-dir. Bunun enini tapıram. 39 mənə verilən rəqəmi bölürəm, tapıram hüceyrəmin sayını. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. Eyni yumurta əkizləri həmişə eyni cinsiyyətli olur və embrionalın inkişaf zamanı əksər halda ümumi bir ciflə qidalanır. 3 eyni yumurta əkizinin əmələ gəlməsinin maylanmada bir dənə yumurtacı iştirak edir. İndi burada müxtəlif yumurta əkizləri eyni və ya müxtəlif cinsli olur və embrional inkişaf zamanı ayrı-ayrı ciflərlə qidalanırlar. Müxtəlif yumurta əkizlərinin əmələ gəlməsində, 3 müxtəlif deyirsə, 3 dənə də yumurta ciyri iştirak edir. Bu da oldu 5, 3, 7.